Reflüks xəstəliyi bildiyimiz kimi davamlı narazı olaraq gəzən xəstələrdir. Davamlı dərman içərək ortalıqda gəzən, həkimə getməkdən yorulan, aptekdən bütün növ PI qrupu dərmanları içən xəstələrdir. Mən artıq hər şey eləmişəm, heç nəyin xeyri yoxdur. Heç nəyin xeyri yoxdur. Artıq həyatını belə qəbullanan xəstələrdir. Bu xəstələr doğru düzgün seçildikdə, doğru düzgün müayinə olunduqda və həkimin dediyi yolu doğru düzgün təqib elədikdə müalicəsi olan bir xəstəlikdir reflüks. Endoskopiyada hil dərəcələnməsi doğru aparılmalıdır. Doğru xəstələrdə, yəni pH metriya müayinəsi çox önəmlidir reflüks xəstəliyində. Antireflü cərrahiyyəsi öncəsi əgər endoskopik olaraq girdik, Los Angeles ezofagitinin 4 dərəcələnməsi var. Ezofagit qida borusunun distal hissəsinin eroziyası. Birinci dərəcədə A gördüksə, o zaman xəstənin reflüks patologiyası varsa, şikayətləri varsa, pH metri eləyirik. Yox, xəstədə B, C, D ezofagit dediyimiz dərəcələr varsa, barit ezofagusu prekanseroz bir xəstəlik kimi dəyərləndirir. Barit ezofagusu və yaxud uzun müddətli reflüksə bağlı struktur varsa, bu şəxslərə pH metriyə gərəkməz. Onsuz da bu əlamətləri gördüksə, bu xəstədə reflüks var deyirik endoskopik olaraq. Yəni əlavə olaraq xəstəyə pH metriyə gərəkməz. Bu xəstələri birbaşa əməliyyat düşünürsə, əməliyyata verə bilərik. Amma əməliyyat öncəsi bu xəstələrdə də mütləq şəkildə manometriya olunmalıdır. Qida borusunun motor xəstəlikləri yəni inkar olunmalıdır. Çünki bəzi əlamətləri reflüks xəstəliyi ilə qida borusu motor xəstəliklərin oxşardır. Məsələn, döş qəfəsi ağrısı, ürəyə bağlı olmayan döş qəfəsi ağrısını həm qida borusunun motor xəstəlikləri verə bilir, həm də reflüks xəstəliyi verə bilir. Sonra bu dedik manometriya olunur. Manometriyada patologiya yoxdursa, xəstəni əməliyyata yönləndirə bilərik. Dünyada dərman müalicəsi, antireflü endoskopik əməliyyat və cərrahi olaraq 3 yerə bölünür və 90% effektivdir. İstər Nissen-Fin lubrikasiyası əməliyyatı, istər də endoskopik olaraq əməliyyatlar. Xüsusən gənc xəstələrdə yəni əməliyyatı tövsiyə eləyirik. Amma əməliyyat öncəsi xəstə düzgün dəyərləndirilməli, doğru yönləndirilməlidir. Bəzi xəstə qrupları var ki, dediyimiz hipersensitiv ezofagus və funksional pirozisdə xəstə əməliyyatdan effekt görməz. Bu xəstələri boşuna əməliyyata vermiş olaraq mütləq şəkildə təsdiqləndikdən sonra o xəstəyə antidepressan versək, şikayətlərində nə qədər geriləmə olduğunu görərik.